Hər kəsə salam. Yanvarın 17-sinə, həftə sonunun ilk gününə olan bürc proqnozu ilə birlikdəyik. Başlamazdan əvvəl kiçik bir qeyd edim. Mən bəzi kanallar kimi süni intellekt səsi ilə yox, öz canlı enerjimlə hər bir sözü hiss edərək sizə xitab edirəm. Bu kanalın ruhu da budur. İnsandan insana ötürülən real enerji. Əgər siz də bu səmimiyyətə və ulduzların real dilinə dəyər verirsinizsə, indi bu videonu bəyənib kanala abunə olun ki, hər gün bu enerjidə görüşək. Keçək günün real mənzərəsinə. Qoç. Bugün yarımçıq qalmış hesabatlar və ya sənədlər gündəmdə olacaq. Yaradıcı tərəfinizi yox, nizam intizamınızı işə salın. Gözlənilməz bir xərc çıxa bilər. Amma bu büdcənizi sarsıtmayacaq. Sadəcə ehtiyatlı olun. Şəxsi həyatınızda kimisə idarə etməyə çalışmayın. Bugün sərbəstlik vermək ən böyük sevgidir. Buğa. Yeni əməkdaşlıq təklifləri gələ bilər. Amma imzalanmazdan əvvəl bu mənə nə qazandıracaq sualını verin. Keçmişdə borc verdiyiniz bir məbləğ geri qayıda bilər. Ailə daxilində mülkiyyət və ya miras mövzuları müzakirə oluna bilər. Sakitliyi qoruyun. Əkizlər. Bugün beyin fırtınası üçün əladır. Amma ideyaları sadəcə danışmaqla qalmayın. Qeyd edin. Onlayn alış-verişlərdə diqqətli olun. Aldığınız məhsul realda gözləntinizi qarşılamaya bilər. Partnyorunuzla intellektual söhbətlər münasibəti canlandıracaq. Tənha əkizlər üçün maraqlı bir yazışma başlaya bilər. Xərçəng. İş mühitində kimsə sizin üzərinizə əlavə yük qoymaq istəyəcək. Sərhədlərinizi bugün çəkməlisiniz. Yığımlarınızı artırmaq üçün yeni bir yol tapacaqsınız. Kiçik addım böyük nəticə verəcək. Evdə huzur axtarırsınız. Yaxınlarınıza vaxt ayırmaq sizə mənəvi güc verəcək. Şir. Parıldamaq istəyirsiniz, amma bugün arxa planda qalıb strategiya qurmaq daha faydalıdır. Hobbilərinizdən pul qazanmaq ideyası üzərində ciddi düşünün. Köhnə bir dostla görüşmək sizə unudulmuş hissləri xatırlada bilər. Qız. Detallara o qədər qapılmısınız ki, əsas məqsədi unuda bilərsiniz. Bugün böyük rəsmə baxın. Sağlamlıq və ya şəxsi inkişaf üçün edilən xərclər ən yaxşı yatırımdır. Münasibətlərdə mən demişdim ifadəsindən qaçın. Anlayışlı olmaq bugün sizi qalib edəcək. Tərəzi. İş yerinizdəki ədalətsizlik sizi narahat edə bilər. Səsinizi çıxarmaq üçün doğru zamanı gözləyin. Gəlirləriniz stabildir. Amma lüks xərclərə meyliniz artıb. Özünüzü cilovlayın. Romantik axşam planı üçün əla gündür. Sadəcə 2 nəfərlik vaxt keçirin. Əqrəb. Çox güclü bir intuisiyanız var. Əgər bir layihə haqqında şübhəniz varsa, ona bir daha baxın. Yığdığınız pulları hərəkətə gətirmək üçün fürsət yaranacaq. Sir saxlamaq münasibətə zərər verə bilər. Dürüstlük bugün sizin ən böyük silahınızdır. Oxatan. Yeni məlumatlar öyrənmək və ya kursa başlamaq üçün ideal vaxtdır. Bilik gücdür. Xaricdən və ya uzaqdan gələn bir maliyyə xəbəri sizi sevindirəcək. Fərqli mədəniyyətdən və ya fərqli düşüncəli birinə qarşı maraq yarana bilər. Oğlaq. Bugün liderlik qabiliyyətiniz sınağa çəkiləcək. Soyuqqanlı qərarlar verin.
Daşınmaz əmlak və ya uzun müddətli sığorta məsələləri gündəmə gələ bilər. Münasibətlərdə ciddiyyət axtarırsınız. Partnyorunuzla gələcək planları müzakirə etmək üçün doğru gündür. Dolça. Komanda daxilində fikir ayrılıqları ola bilər. Orta yolu tapan tərəf olun. Yeni texnoloji bir alət almaq planınız varsa, qiymət araşdırmasını yaxşı aparın. Dostlarla keçirilən vaxt ailə daxili gərginliyi unutmamağa kömək edəcək. Balıqlar. Yaradıcı işlərlə məşğul olanlar üçün məhsuldar gündür. Digərləri isə diqqət dağınıqlığına qarşı mübarizə aparmalı olacaq. Xeyriyyəçilik və ya kiməsə əl tutmaq istəyi yarana bilər. İmkanınız daxilində edin, amma özünüzü də darda qoymayın. Duyğularınızın səsini dinləyin, amma məntiqi də tam kənara atmayın. 17 yanvar sizin üçün belə keçəcək. Unutmayın, ulduzlar sadəcə bir xəritədir. Yolu gedənsə sizsiz. Mən sizin yanınızda olub bu yolu işıqlandırmağa davam edəcəm. Şərhlərdə hansı bürcdən olduğunuzu və öz bürcünüzlə bağlı sizi nə maraqlandırırsa sualınızı yazmağı unutmayın. Hər birinizə cavab verməyə çalışacağam. Sabahki proqnozda görüşənədək.